Hamının ahırı bu kara torpaktır. Deyir daş olsaydın her yerdim, torpağıdın dayandım. Baba, hamı ölecek. Hamı bala, hamı. Yeryüzünde ne kadar mehluk var, hamısı ölecek. Ben de öleceğim. Yok, yok bala, sen ölmeyeceksin. Sen böyüyeneceksin, öyle bir şey tapılar ki adamlar ölmesin. Baba, sen öleceksen. Ha, ben öleceğim, öleceğim. Bəs deyirsən öyle şey tapacaklar ki adamlar ölmesin. Ona benim yaşım çatmaz. Onu tapınca ben ölerim. Baba, bu nedir? Bizim kentte böyle bir adet var bala. Qəbiristəmişə şəkil çekerler. Bax, at çəkiblər. Ha, bu Zülfüqar kişinin qəbridir. Rəhmətlik Mehtarid. Bu da Çayçı Məmmədin qəbridir. Görürsən, üstə samavar çəkiblər. Bəs o nedir? Dikiş maşınıdır bala. Bir zingir Sadıq vardı. Dərziydi. Yaxşı paltar dikərdi. Onun qəbridir. Baba, bəs orada niyə heç nə çəkməyiblər? Yəqin bu elə adamların qəbridir ki, onların heç bir işi, heç kəsin yadında qalmayıb. Yaşayıblər, ölüblər və səlam. Ona görə də adamlar bilməyiblər ki, üstündən nə çəksinlər. Qoyublar elə belə boş qalsın. Baba, bəs sənin qəbrində nə çəkəcəklər? Heç nə. Heç nə. Axı mən nə eləmişəm? Mən kiməm? Bağban. Nə olsun? Meynələr mənə babamdan qalır. Mən də onlara qulluq eləmişəm.